Mayın 24-də Şuşada Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə növbəti Xarı Bülbül Beynəlxalq Musiqi Festivalı başlayıb. Azərbaycan Prezidenti İlham Əliyevin Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında sərəncamından irəli gələrək bu illik festival dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı il dönümünə həsr olunub. Cızır düzündəki açılış konsertində festivala Üzeyir Hacıbəylinin Ey Vətən əsəri ilə start verilib. Konsertdə Üzeyir Hacıbəyli ilə yanaşı Arif Məlikov, Asəb Zeynallı, Afrasiyab Bədərbəyli, Fikrət Əmirov və digər sənətkarların əsərləri səsləndirilib. Bu ildə Xarı Bülbülə yerli incəsənət xadimləri ilə yanaşı digər ölkələrdən də musiqi kollektivləri və solo ifaçılar gəlib. Açılış konsertində səhnəyə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin incəsənət xadimləri iştirak edib. Elə festivalın əsas məqsədlərindən biri də mədəni dialoqun inkişafına töhfə vermək, mütəxəssislər arasında fikir mübadiləsi təşviq etmək və gənc musiqiçilərin yaradıcılığını dəstəkləməkdir. Qeyd edək ki, mayın 25-də festivalın ikinci günü Cıdır düzündə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Polad Bülbüloğlu'nun konserti olacaq. Həmin gün Cıdır düzündə Qarabağ Universitetinin İncəsənət Fakültəsinin tələbələrinin ifasında Azərbaycan və xarici bəstəkarların əsərlərindən ibarət konsert də təqdim olunacaq.